Fikir vermişsiniz, əvvəllər yaşı 50-60-ı keçəndən sonra əgər diz, oynaq, əzələ, sümük ağrıları baş verirdisə, indi elə bir zamana gəlib çıxmışıq ki, hətta 30 yaşlı, 35 yaşlı gənclərdə belə dizdə, oynaqlarda, əzələlərdə, sümüklərdə ağrılar var. Belində protruziya var, yırtıq problemindən əziyyət çəkir. Bu problemin qarşısını almaq üçün adamlar 30 yaşından mübarizə başlayır ta ömrünün sonuna qədər. Əziz dostlar, sümük, oynaq, əzələ ağrılarının baş vermə səbəbi, əsas baş vermə səbəbi kalsiumsuzluqdur. Nə edirik? Edək, kalsiuma olan tələbatımızı ödəyək. Bu dediyim sizə də aiddir, mənə də aiddir. İnsanın gündəlik kalsiuma olan tələbatı 1000 mg-dır. Biz mütləq şəkildə ən azı 1000 mg gündəlik kalsium qəbul etməliyik. Ödəməsək nə olar? Başlayacaq, ilk vaxtlarda ola bilər hər hansı dəyişikliyi hiss eləməyəsiniz. Amma bir müddətdən sonra yorğunluq, əzginlik, baş ağrıları, baş gicəllənməsi, halsızlıq, eyni zamanda təzyiq, saç tökülməsi, dırnaq qırılması kimi hallar sizdə bir yaranacaq. Ola bilər ki, bunların hər biri olsun, ola bilər ki, hər hansı biri olsun. Bunların baş vermə səbəbi kalsiumsuzluqdur. Və biz buna diqqət eləməyəndən sonra bilirsiniz nə baş verir? Başlayır qığırdaqlarınızda yeyilmələr yaranmağa. Çünki kalsiumun ən çox deposu olan nahiyə sümüklərimizdir. Sümüklərimizdə kalsium sorulur. Bir müddətdən sonra sümüklər boşalmağa gedir və nəticədə nə olur? Orqanizmdə, dizlərdə, oynaqlarda, əzələlərdə, sümüklərdə ağrılar yaranır. Bunun qarşısını almaq üçün mütləq şəkildə sən kalsium qəbul etməlisən. İki yolun var. Ya kimyəvi kalsiumlar qəbul etməlisən, problemini bir müddət dondurub, digər orqanlarını sıradan çıxardıb, ya da ki, iyonlaşmış kalsium qəbul etməlisən. İyonlaşmış kalsium dərman deyil. Baxın, birincidən mən indidən vurulamaq istəyirəm. Bu vasitə dərman deyil, bu vasitə ağrı kəsici deyil, bu vasitə problemi bir müddət dondurmaq üçün nəzərdə tutulmuyor. Dərman deyil, birbaşa bunu nəzərinizə çatdırmaq istəyirəm. İyonlaşmış kalsium qida əlavəsidir. Orqanizmdə bayaq vurguladığım bu 1000 mg kalsium olan tələbatı ödəmək üçün nəzərdə tutulub. Biz bu tələbatı ödəmək üçün qidalardan kalsium qəbul etməliyik, düzdürmü? Artıq yediyimiz qidalarda o qədər kalsium yoxdur. Və qidalarımızda bu qədər kalsium olmadığına görə avtomatik biz bu tələbatı ödə bilmirik, sadalanan problemlər yaranır. Bəs biz bunu ödəyə bilərikmi? Bəli. Biz bunu iyonlaşmış kalsium qəbul edərək ödəyə bilərik. İyonlaşmış kalsium tamamilə insan orqanizmində soğurulan %98% soğurulan bir vasitədir. Həm iyonlaşıb, həm də fermentləşib. Bunu nəzərinizə çatdırmaq istəyirəm. Dərman deyil. Yanaşı əgər sinirlərinizdə problemlər varsa, əgər qığırdaq yeyilməsindən əziyyət çəkirsinizsə, orqanizmi daxildən təmizləmək istəyirsinizsə, ondan sonra iyonlaşmış kalsium edib bərpa etmək istəyirsinizsə, xitazan qəbul edin. Xitazan tərkibi xondroitin var. Xondroitin qığırdaq arası mayeəni bərpa etmək üçün əvəz edilməzdir. Həm də xitazan duzlaşmanın qarşısını almaq üçün vacib bir vasitədir. Hər iki vasitə dərman deyil, qida əlavələrdir, daxildən sümükləri orqanizmi bərpa etmək üçün nəzərdə tutulur. Əldə etmək üçün elə indi